Salam tərəzi bürcləri, qərar vaxtı gəldi, tərəzilər. Bu həftəyə həyatınızın sükanını tam olaraq ələ alacaqsınız, ya da başqalarının qurduğu oyunda sadəcə bir izləyici kimi qalacaqsınız, ipləri kəsməyin və yüksəlişin tam zamanıdır. 20-26 iyul tarixləri sizin üçün sadəcə təqvimin üzərindəki növbəti rəqəmlər deyil, sözün əsl mənasında böyük bir maliyyə inqilabının və şəxsi oyanışın başlanğıcı olacaq. Uzun müddətdir ki, hər kəslə yaxşı yola getmək, ətrafınızdakı bütün insanların könlünü almaq, münaqişələrdən qaçmaq üçün öz hədəflərinizi, öz istəklərinizi arxa plana atırsınız, amma artıq yetər. Kainat bu həftə sizdən biraz fərqli olmağı, hətta lazımdırsa, biraz egoist davranmağı və ilk növbədə öz maddi gələcəyinizi, zənginliyinizi, rifahınızı hər şeydən üstün tutmağı tələb edir. Sizin qanınızda olan o məşhur tarazlıq axtarışı bəzən sizi hərəkətsiz qoyur, aylarla, bəlkə də illərlə eyni nöqtədə saymağınıza səbəb olur. Lakin iyulun 20-si və 21-də qarşınıza elə bir qapı açılacaq, elə bir fərqli fürsət çıxacaq ki, ilk baxışda gözünüzü qorxutsa belə, əslində içində nəhəng bir qazanc potensialı gizlədəcək. 2, bəzən isə 3 fərqli seçim arasında qalıb tərəddüd etmək sizin klassik xüsusiyyətinizdir. Amma inanın mənə, bu dəfə görəsən düzmü edirəm, bəlkə biraz da gözləyim deməyə qətiyyən vaxtınız yoxdur. Çox sürətli, kəskin və iradəli qərarlar almalısınız. İş yerinizdə, ofisinizdə və ya qurduğunuz şəxsi biznesdə kimsə sizin payınıza düşəni özününküləşdirməyə, çəkdiyiniz əziyyəti kiçiltməyə cəhd edə bilər, məhz bu an səsinizi yüksəltməkdən, haqqınız olan pulu, vəzifəni, qazancı tələb etməkdən zərrə qədər də çəkinməyin. Siz ətrafdakıların gözündə həmişə incə ruhlu, diplomatik və nəzakətli birisiniz, lakin lazım gəldikdə masaya yumruğunuzu vurub öz gücünüzü göstərməyi də bacarmalısınız. Həftənin ortalarına doğru, xüsusən də 23 və 24 iyul ərəfəsində pul kisənizdə, bank hesablarınızda hiss ediləcək dərəcədə ciddi bir hərəkətlilik, gözlənilməz bir canlanma yaranacaq. Bəlkə də çoxdandır unudub getdiyiniz bir borc geri qayıdacaq, risk edib yatırdığınız bir sərmayə qəfil gəlir gətirəcək. Ya da gələcək planlarınızı tamamilə dəyişdirəcək yeni bir iş təklifi bütün maddi sıxıntılarınızı həll etmək üçün qızıl açar rolunu oynayacaq. Lakin diqqətli olun, əlinizə keçən bu vəsaiti dərhal sağa-sola xərcləməyə, başqalarının ehtiyaclarını qarşılamaq üçün cüzdanınızın ağzını açmağa tələsməyin. Bu sizin alın tərinizin, gərgin əməyinizin bəhrəsidir və onu sadəcə gündəlik xərclərə yox, gələcək zənginliyinizin, o arzusunda olduğunuz lüks həyatın təməl daşına çevirməlisiniz. Pulun o güclü enerjisini özünüzə çəkmək və artırmaq üçün ilk növbədə onu düzgün idarə etməyi, yox deməyi öyrənməlisiniz. Sizi davamlı olaraq aşağı çəkən, hər fürsətdə həyatdan şikayət edən, heç bir inkişafı olmayan və sadəcə sizin enerjinizi, pozitivliyinizi soran insanlarla aranıza kəskin, həm də çox kəskin bir məsafə qoyun. Sizin böyük uğurlara, ciddi qazanclara imza atmağınızın qarşısındakı ən böyük maneə bəzən elə ətrafınızda dolanan, dost maskası arxasında gizlənən, əslində isə irəliləməyinizi istəməyən o toksik şəxslərdir. Həyatınızın bu vacib mərhələsində eşq və sevgi münasibətlərində də eyni dərəcədə qətiyyətli, tələbkar olmalısınız. Əgər həyatınızda kimsə varsa və o insan sizi arzularınıza, o böyük maliyyə hədəflərinizə doğru getməkdə dəstəkləmirsə, daim sizi şübhəyə salıb cəsarətinizi qırırsa, bəlkə də həmin o münasibətin təməllərini dərindən yoxlamağın, bu insan mənə həqiqətən lazımdırmı sualını özünüzə verməyin vaxtı çoxdan çatıb. Subay tərəzilər üçün isə bu həftə tamam başqa bir auraya, qəribə və izah olunmaz bir maqnetizmə sahibdir. Girdiyiniz hər mühitdə, qatıldığınız hər toplantıda bir baxışınızla belə diqqətləri dərhal üzərinizə çəkəcək, cazibənizlə, kəskin zəkanızla sözün əsl mənasında fırtınalar qoparacaqsınız. Lakin sizi artıq sadəcə yaraşıqlı görünən, qulağınıza iki xoş söz pıçıldayan yox, eyni zamanda vizyonu olan, gələcəyə dair güclü planlar quran, sizinlə çiyin-çiyinə addımlaya biləcək və ən əsası uğur hekayənizə böyük dəyər qatacaq güclü bir tərəfdaş, bir güc ortağı lazımdır. Standartlarınızı heç vaxt aşağı salmayın, çünki siz hər şeyin ən yaxşısına, ən keyfiyyətlisinə layiqsiniz və bunu gizlətməyə ehtiyac yoxdur. Həftə sonuna yaxınlaşdıqca, yəni 25 və 26 iyul tarixlərində beyninizdə dayanmadan yeni biznes ideyaları, fərqli qazanc yolları şimşək kimi çaxmağa başlayacaq. O qədər aydın, məntiqli və iti bir zəka ilə düşünəcəksiniz ki, bəzən özünüz belə içindəki bu coşqun potensiala heyrət edəcəksiniz. Aklınıza gələn bütün o parlaq fikirləri dərhal bir kənara, bir kağıza tökün, qeydlər aparın, atacağınız addımları indidən planlaşdırın.
Siz sadəcə estetikaya önəm verən, gözəlliyi sevən bir xəyalpərəst deyilsiniz. Eyni zamanda o qurduğunuz xəyalları, o arzuladığınız parıltılı həyatı reallığa çevirə biləcək böyük bir gücə sahibsiniz. Qarşıdan gələn şənbə və bazar günlərini mənasız, kütləvi tədbirlərdə, səs-küylü və sizə heç nə qazandırmayan məclislərdə enerjinizi boş yerə xərcləməklə keçirməyin. Onun əvəzinə özünüzlə baş-başa qalın, səssiz bir otağa çəkilib maliyyə planlarınızı nəzərdən keçirin, gələcək ayların büdcəsini, gəlir və xərclərinizi xırdalığına qədər hesablayın. Bu qısa istirahət günlərində atacağınız ən kiçik düzgün, strateji addım belə sizi xəyal etdiyiniz o müstəqil, zəngin və heç kimə möhtac olmadığınız möhtəşəm həyata bir addım da yaxınlaşdıracaqdır. Tərəzi bürcünün simvolu həmişə balansı, bərabərliyi ifadə etsə də unutmayın ki, bəzən əsl tarazlığı, o mükəmməl nizamı tapmaq üçün əvvəlcə mövcud vəziyyəti kökündən sarsıtmaq, köhnə tabuları dağıtmaq lazımdır. Həyatınızdakı bütün o lazımsızlıqları, çiyinlərinizə bərkidilmiş saxta yükləri bir kənara atın, bütün diqqətinizi, bütün enerjinizi sadəcə və sadəcə öz şəxsi yüksəlişinizə cəmləyin. Reallıq budur ki, heç kim sizə istədiyiniz o bərbəzəkli həyatı qızıl məcməyidə gətirib təqdim etməyəcək, onu məhz öz əllərinizlə, öz iti zəkanızla, bitmək bilməyən əzminizlə və qətiyyətinizlə qoparıb almalısınız. İçinizdə çoxdan yuxuya getmiş o mübariz, döyüşkən ruhu mütləq oyandırın və kainatın sizə məhz bu günlərdə sunduğu bu hüdudsuz, təmiz enerjidən maksimum dərəcədə istifadə edin. Sağlamlığınızla bağlı isə qarşınıza çıxa biləcək yeganə düşmən, yeganə təhlükə gərginlik və həddindən artıq hər şeyi beyninizdə analiz etməkdir. Boyun bölgəsindəki spazmlar, qəfil başlayan bel ağrıları əslində havadan yaranmır, onlar sadəcə olaraq başqalarının əvəzinə daşıdığınız o görünməz, ağır məsuliyyətlərin sizin bədəninizdəki birbaşa inikasıdır. Buna son qoyun. Dik durun, omuzlarınızı arxaya atın, dərindən, özgüvənli bir nəfəs alın və ətrafınızdakı hər kəsə kim olduğunuzu, daxilinizdəki o sarsılmaz gücü göstərin. Bu dövrdə, xüsusən də bu həftə ərzində sizin kənardan zəif, qərarsız və ya yardıma möhtac kimi görünməyə zərrə qədər də haqqınız yoxdur. Bütün bu sadalanan detallar, xəbərdarlıqlar bir yana, ən əsası onu heç vaxt yadınızdan çıxarmayın ki, kainat və ulduzlar yalnız cəsur olanları, addım atmaqdan qorxmayanları, öz dəyərini bilənləri mükafatlandırır. Öz daxili səsinizə inanın, potensialınızın hüdudsuz olduğunu, qarşınızda heç bir sərhədin olmadığını bütün hüceyrələrinizlə dərk edin və 20-26 iyul həftəsinin sizin üçün sadəcə kiçik bir başlanğıc, böyük bir imperiyanın ilk təməl daşı olmasına icazə verin. Siz bu dünyadakı hər şeyin ən gözəlinə, ən dəyərlisinə və ən bahalısına layiqsiniz, odur ki, qoyduğunuz hədəflərə doğru dayanmadan irəliləyin. Zirvə məhz sizi gözləyir, tərəzilər, indi arxaya baxmadan irəli addımlayın və haqqınız olan o möhtəşəm uğuru qoparıb alın.